2013-cü ildə respublikada peyvəndlərlə idarə olunan xəstəliklərdən difteriya, məxməri xəstəlikləri qeydə alınmayıb. Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər. 2012-ci ilə müqayisədə tetanus xəstəliyi 2 hadisə, göy öskürək 4,5 dəfə, epidemik paratit 40,4%, skarlatina 6,9% azalıb. İl ərzində 98 qızılca hadisəsi qeydə alınıb. İlkin vərəm hadisələrinin sayı 1,6% azalıb. Eyni zamanda basilyar vərəm hadisələrinin sayı 6,1% artıb. O cümlədən viruslu hepatit A ilə xəstələnmə 33%, viruslu hepatit B ilə xəstələnmə 20%, viruslu hepatit C ilə xəstələnmə 26,5% azalıb. Kəskin bağırsaq infeksiyalarının səviyyəsində də bir qədər azalma müşahidə olunub. Xəstəliklərin azalması həm uşaqlar, həm də böyüklər arasında müşahidə edilib. Ötən il dönərdən zəhərlənmə hadisəsi qeydə alınmayıb. Dönər hazırlanması və satışı sahələrində keçirilmiş sanitariya müayinələri zamanı sanitariya qaydalarını pozan 82 dönər sahəsinin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib. Eyni zamanda 89 dönər sahəsinin sahibkarı inzibati qaydada cərimə olunub. 5 nəfər haqqında materiallar inzibati orqanlara göndərilib. Mərkəzdən onu da vurğulayıblar ki, təbii qazdan istifadə olunmaqla dönər hazırlanmasının qarşısı tam alınıb. 18 dönər sahəsində toyuq dönərinin hazırlanması və satışı ləğv edilib. Mağazalardan, alınma turşulardan zəhərlənmə hadisəsi qeydə alınmayıb.